Salam, xoş gördük hər biriniz hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Bu günlərim kurikulum üzrə maraqlı bir test tapşırığı sizə təqdim edirəm. Situasiya şəkilli bu suala görək bizdən nəyi soruşur. Ona görə də videonu dayandırıb testi oxuyun, davam edək. Müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması mövzusunu izah etdikdən sonra şagirdlərə belə bir tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın. İstəsəniz Excel, Google Sheets və diagram qurun. Canva ilə infografika hazırlayın. Təqdimat PowerPoint və Google Slide-dan yaradın və ya məlumatların təqdimatı mövzusunda qısa video çarx hazırlayın. Tapşırığın formasını siz seçin. Müəllimin tapşırığı bu cür verməsində əsas məqsəd nədir? Baxın, burada diferensial yanaşma var. Yəni, müəllim şagirdi nəzərə alır ki, sizin özünüzə buraxıram bunu. Şagird yönümlü davranır, diferensial davranır, inklüziv davranır deyə bilərik. Müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin və çünki bu informatikanın əsas bacarığıdır. Axı, bu onu demir axı, sırf diaqramlarla işləsin. Video çarx da hazırlaya bilərsən. Sonra deyir, müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramında texniki biliklərini artırmaq istəyir. Bu da buradan çıxan nəticə deyil. Axı, müəllim bu tapşırığın məqsədi o deyil ki, sırf təqdimat hazırlasın. Deyir ki, ümumiyyətlə, mən sizdən istəyirəm ki, siz təqdimat və vizuallaşdırma mövzusunu keçirsiniz. Kimisi Excel, kimisi Google Sheets, kimisi Canva-dan, kimisi məsəl üçün PowerPoint-dan, Google Slide-dan istifadə edib təqdimatının videosunu hazırlaya bilər. Mən deyirəm ki, siz özünüz seçin. Baxın, açar məqam buradadır. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat bu səhv yanaşmadır. Müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Bəli, çünki müəllim onların özünə seçim verir ki, özünüz eləyin. Özünüz eləyin deyirsə, demək ki, burada məqsəd nədir? Şagirdlər özləri hansı yolla daha yaxşı öyrəndiklərini müəllimə bir növ bildirəcəklər. Və müəllim gələn dəfəki dərslərini buna əsasən quracaq. Cavab dedi. Müəllim təqdimatın formasını şagirdlərin öhdəsinə buraxmaqla öz yükünü azaltmaq və onların müstəqil çalışmaq, bu ümumiyyətlə səhv yanaşmadır, belə bir şey yoxdur. Cavab da D variantıdır. Ümid edirəm bu sualda bizə aydın oldu, bizim üçün faydalı oldu. Ümid edirəm siz də bu tipli sualı doğru yazmış oldunuz. Sağ olun, növbəti sualda görüşərik.